Deməli, dua mühümdür. Yəni, valideyn evladı üçün çoxlu dua etməlidir. Və alimlər də deyir ki, tərbiyə məsələsi çox çətindir. Yəni, evladın tərbiyəsi çox çətin, çox qəliz məsələdir. Gözləm, nə qədər çalışırsan, sən istədiyin kimi alınmır. Deyir, və ona görə də Allah Teala çətin olduğu üçün valideynin duasını məqbul buyurur. Valideyn duasını qəbul buyurub ki, valideyn dua eləsin. Çətindir, amma valideynin duası olarsa, inşallah, hətta sələflərdən biri deyir ki, nə vaxt ki, mən valideynlərim, yəni həyatda idi, mən deyir, uğur qazanırdım, xeyr içərsin. Onlar dünyası dəyişəndən sonra problemlər yaşayır. Nə vaxt ki, valideynlərin duası o qədər mühümdür. Və həmçində insan da öz evladı üçün davamlı, yəni dua etməlidir. Hətta sələflərdən biri deyir ki, ya Rab, mən gücüm çatmadı, mən ədəbləndirə bilmədim, sən məni evladlarımı ədəbləndir deyərək, yəni belə dua edir. Deməli, bu məsələlər mühümdür. Yəni, insanın Rəbbinə yalvarması, dua etməsi ki, evladlarını tərbiyə etsin, islah etsin, ədəbləndirsin. Sözsüz səbəblər var, səbəblər kitablarda yazılır. Amma nə qədər olsa da ən əsası insanın dua etməsi və eyni zamanda da yəni insanın özünün islah olmasıdır. Yəni insan özü ilə Rəbbi arasında olanı islah etməsi. Nə qədər özü düzələrsə, yəni o səbəbdir ki, evladın da düzəlməsi. İstisnalar ola bilər, amma ümumi götürəndə əgər valideyn yaxşı olursa, evladın da düzəlməsinə səbəb. Amma günahlar isə Allah qorusun, yəni fəsadlara səbəbdir. Ona görə də davamlı şəkildə dua, yəni heç vaxt görərsə ki, asilik üzərində problemlər var, yəni bezməməli olur müəyyən o dövrdə hallar yaranır və sonra görürsən yenə inşallah qayıtmasına səbəb olur. Yəni bu da bəlkə də ola bilsin bir hikmətdir ki, insan davamlı şəkildə Rəbbindən evladını ona qayıtmasını istəməsi, davamlı şəkildə dua edərsə, inşallah, yəni yaxşı olar. Yəni bu da onu bildirir ki, yəni məsələlər insanın gücünə görə, yəni öz ağlına görə, öz bacarığına görə, öz hünərinə görə deyil. Yəni bunlar hamısı Allah Teala